Bakıda keçirilən Tefi Sadrujestova 4-cü Beynəlxalq Televiziya Festivalı davam edir. Tədbirin 3-cü günü festival iştirakçıları Bakı Dövlət və Bakı Slavyan Universitetində olublar. Tefi Sadrujestova 4-cü Beynəlxalq Televiziya Festivalı çərçivəsində Bakıya gələn məşhur Rusiyalı jurnalistlər Rusiya Televiziya Akademiyasının baş direktoru Eteri Leviyeva, Akademiyanın üzvləri Svetlana Sarokina, Kirill Nabudov, Leonid Mleçin, İlina Petrovskaya Bakı Dövlət Universitetində oldular. Universitetin jurnalistika fakültəsinin tələbələri ilə görüşən qonaqlar jurnalist peşəsinin aktual problemləri haqqında çıxış edib, tələbələrin suallarını cavablandırdılar. Tədbirdə çıxış edən Rusiya Televiziya Akademiyasının baş direktoru Eteri Leviyeva, Bakıda keçirilən festival çərçivəsində ali təhsil ocağında olmaqlarından məmnun olduqlarını qeyd etdi. O, tədbir iştirakçılarına festival haqqında məlumat verdi. Tanınmış teleaparacı Svetlana Sarokina jurnalistika ixtisasının əsas tərəflərindən danışdı. Qeyd etdi ki, bu peşəni seçən tələbələr həm nəzəriyyəni bilməli, həm də təcrübə keçməlidirlər. Tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Hüseyev festivalın əhəmiyyətindən danışdı. Azərbaycanda ilk dəfə belə böyük miqyasda festivalın keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Faiq Hüseyev, müasir jurnalistika sahəsindəki tendensiyalardan bəhs etdi. Diskusiya şəraitində keçirilən tədbirdə kütləvi informasiya vasitələrinin gələcəyi, sosial şəbəkələrin jurnalistika təsiri mövzularında müzakirələr aparıldı. Beynəlxalq Televiziya